Ağdam təmsilçisində növbəti sensasiya qapını doyur. Komandanın əsas rotasiya oyuncularından biri olan Emmanuel Addayi yayda komandadan ayrılmağa çox yaxındır. Məlumata görə mövsümün sonunda müqaviləsi bitəcək Qanalı Vingerlə yeni sözləşmə ilə bağlı danışıqlar dalana dirənib. Klub futbolçunun saxlamaq niyyətində olsa da, tərəflər maliyyə və gələcək perspektiv məsələsində ortaq nöqtəyə gələ bilmir. Avropadan real təkliflər, Addaya bir neçə Avropa klubunun maraq göstərdiyi bildirilir. Məhz bu təkliflər futbolçunun qərarına ciddi təsir edib. O, azad agent statusu qazanaraq daha sərfəli müqavilə imzalanmağı planlaşdırır. Xatırladaq ki, 24 yaşlı futbolçu 2024-cü ilin yayında İspaniyanın Adi Alcorcon klubundan transfer olunmuşdu. Qısa müddətdə sürəti və texnikası ilə azarkeşlərin diqqətini çəksə də, bu mövsüm sabit start heyəti oyunçusuna çevrilə bilmədi. Mövsüm göstəriciləri: 36 rəsmi oyun, 4 gol, 2 məhsuldar oturma. Bu istatistika onun potensialını göstərsə də, gözləntilərin tam qarşılandığını demək çətindir. Buna baxmayaraq, Qarabağ üçün rotasiyada vacib fiqur sayılırdı. Nəticə: əgər son anda sürpriz razılaşma baş verməsə, Emmanuel Addayi yayda Qarabağdan azad agent kimi ayrılacaq. Bu isə Qarabağ klubunun yay transfer planlarını ciddi şəkildə dəyişə bilər. Cinah xəttində yeni transfer qaçılmaz görünür. İndi əsas sual budur: Qarabağ bu itkini hiss edəcək, yoxsa daha güclü əvəz tapacaq?